Millət xoş gördük. Gəlmişəm Ayazın yanına Daminarın əyləc mayələrini dəyişəcək. Ayaz. Bu nədir Ayaz? Biraz da saxlayardım, bütün sistemi dəyişərdim. Bunun içində suyun miqdarıdır. Rəngi də qaralır. Tünd karisnil olursa yetişibdir bu. Evet, Yetişməyinə çoxdan yetişib. Hələ 5000 kilometrdə gecikmişəm. Bir dənə də Daminar bayırda gözləyir. Ayaz, əyləc mayəsini dəyişməsək, məsələn 2 il, 3 ildir gedir, nə baş verəcək? Bütün sistemi dəyişmək məcburiyyətinə qalacaqsın. Nə üçün? Buradan başlayır, gedir ABS blokuna kimi, bura E0. Bütün şlanqlar başlayır çürüməyə, içindəki manjetlər, buradakı master silindir, burada da manjetlər var. Hamısı çürüyür. Deməli, nəm çəkir də. Hə. Ona görə siz olun, hər şeyi vaxtında dəyişin. Motosikletlə zarafat eləmək olmaz. Tembol əyləc sistemi. Bəli, tembol əyləc sistemi. İndi eyni prosesi qabaq tormoz üçün eləyəsən, Ayaz. Bəliyə. Bura bir dənə plastin azaltsal sən. Apasını yerdə Üstündə yağlı gedəcək. tüpürür hər tərəfə. Bərk bassan da. Çünki bu grenaja da düşdü, evin yıxacaq detalım. Mən indi maraqlıdır qabaq mayenin rəngi. Bir dənə test edir Ayaz. Və bu nə deməkdir? Hə? 1% pis deyil. Arxadakı bərbad yöndə. Məndə scrambler də elə idi. Qabaq qəşəng idi, arxa şey idi. Pis idi. Ayazın ixtirası sistem şunuru ilə yağ çəkir mənim üçün oradan. 100 dəfə buna demişəm ki, pistolet al. Avropa standartı ilə işte Ayaz. Sovet adamıyam ha mən deyirsən. Gözünüzü açıb belə öyrənmişik. Buradan da baxır ki, o necə çəkir. Isqanı da sıxır, buraxır. Əməliyyat gedir. Buranın işığı yoxdur deyə telefonun fanarı ilə çəkirəm. Ayazda təkərlər də var. Satır ucuz qiymətə. Və ölçüləri belə bilmirəm nədir. Təzə təkərlərdir. Ayazın özü ilə əlaqə saxlayarsınız, deyər sizə.